Bura Gəncədir. Və burada torpağın altı da, üstü də tarixlə doludur. Yəni bu şəhəri yaşadan təkcə qalalarla saraylar deyil idi. Elə suyun özü idi. Gəncənin sinəsindən axan arxlar, damarından axan kəhrizlər elə Gəncənin ruhu idi. Təsəvvür et, hər küçə boyunca axan su səsi. Qədim daş körpülərin altından keçən təmiz bulaqlar, bağlar, dəyirmanlar, körpülər və bu şəhərin içində yatan bir sirli ad Xan Arxıdır. Elə onu Gəncə xanları çəkmişdi. Təkcə Gəncəni susuzluqdan qorumaq üçün yox, elə şəhərin özünü yox olmaqdan qorumaq üçün çəkmişdilər. Deməli 1735-də Nadir Şah Osmanlılara qarşı savaşa keçir. Amma qılıncla yox, elə suyun özü ilə. Xan Arxının qabağını kəsir və Gəncə qalası susuzluqla diz çökür. Bu arx bir savaşın taleyini dəyişir. Bu arx bugün də yaşayır. Su kimi axan Gəncə tarixindən bir damla da elə buydu. Sağ olun.